Salamlayıram əziz dostlarımızı Strasbourgdan. Bəli, mən burada gözəl Azərbaycan bayrağımı görürəm. Gözəl Azərbaycan dövlətimin üç rəngli müqəddəs bayrağı dalğalanmasını görürəm. Eşq olsun Azərbaycan dövlətimizə. Bəli, mən Azərbaycanımla, dövlətimlə, dövlətçiliyimlə fəxr edirəm. Azərbaycan dövləti hüququ, demokratik bir dövlətdir. Eşq olsun Azərbaycan dövlətimə. Mən dövlətçiliyimlə fəxr edirəm. O qara yaxma kampaniyaları, irəli sürən şəxslər saxtakar, cinayətkar bir şəbəkədir mən adlandırardım. Biz bugün 44 günə qalib gələn bir dövlətin vətəndaşlarıyıq. Onun da səbəbkarı, qalib edən şəxs. Bayrağımız bugün Xankəndində dalğalanır. Onun səbəbkarı Cənab Prezident İlham Əliyevin daxili və xarici siyasəti ilə Xankəndində də, Avropanın dövlətlərində də üç rəngli müqəddəs bayrağımız dalğalanır və Azərbaycan dövləti olaraq öz sözümüzü daima söyləyən şəxsdir. Eşq olsun Azərbaycanımıza. ARHD az saytı olaraq Strasbourg'dan sizləri salamlayıram.